Salam, hər vaxtınız xeyir olsun. Bu videoda Azərbaycanın tektonik zonaları, geoloji quruluşu və faydalı qazıntıları haqqında məlumat verəcəyik. İlk əvvəl baxaq Azərbaycan hansı ərazidə yerləşir. Azərbaycan Alp-Himalay geosinklinal qurşağında yerləşir. Azərbaycan ərazisinin yaranmasında iştirak edən litosfer tavaları Ərəbistan və Avrasiya litosfer tavaları olmuşdur. Baxın, burada yazıb ki, Mezozoyun sonunda Ərəbistan litosfer tavası şimala hərəkət edərək Avrasiya tavası ilə toqquşmuşdur. Və nəticədə Kaynazoyun əvvəlində Böyük və Kiçik Qafqaz dağlarının yerində çox hündür olmayan ilk əvvəl adalar yaranmışdır. Sonradan toqquşma intensiv hal aldıqda bu adalar güclü qalxmaya məruz qalaraq hündür dağlara çevrilmişdir və nəticədə Kaynazoyun sonunda tədricən düzənliklərimiz də, Kürəraz ovalığında yerləşən düzənliklər də suyun üstünə çıxmış və ölkəmiz indiki ərazisini almışdır. Burada 4 dənə şəkil verilib. Baxın, birinci şəkilə baxsaq görərək ki, Ərəbistan tavası ilə Avrasiya tavası. Burada yazıb Mezozoyun sonu. Görürsünüz, burada başlayır şimala doğru Ərəbistan hərəkət edərək Avrasiya ilə toqquşmağa. İlkin qırışıqlıqlar yaranır. Sonra Kaynazoyun əvvəlində baxın, burada Kiçik Qafqaz ikinci şəkil, yenə Ərəbistan tavası, Avrasiya tavası artıq bir-biri ilə toqquşma başlayıb burada. Kiçik Qafqaz dağları ada şəklində qalxmağa başlayır. Həmçinin Böyük Qafqaz dağları da adalar şəklində qalxmağa başlayır. Baxın, burada kiçik adalar formalaşmağa başlayır. Kaynazoyun ortalarında artıq daxildə vulkanizm fəaliyyəti güclənir. Kaynazoyun sonunda isə artıq gördüyünüz kimi Kürəraz ovalığı da suyun üzünə çıxır və Azərbaycan gördüyümüz hal-hazırki vəziyyəti alır. Hazırda Azərbaycanın yerləşdiyi ərazi, yuxarıda da qeyd etdim, Alp-Himalay geosinklinal qurşağında litosfer tavalarının hərəkəti davam etməkdədir və hərəkətlərin nəticəsində tektonik qırılmalar əmələ gəlmişdir, qalxmalar və enmələr baş vermişdir. Burada bu xəritə sxemdə Alp-Himalay dağ qurşağı göstərilir. Avrasiya ilə Ərəbistanın ortasında baxın Azərbaycan ərazisi formalaşır. Azərbaycan ərazisi Alp-Himalay dağ qurşağında, geosinklinal qurşağında yerləşdiyinə görə aktiv ərazidir, fəal seismik ərazidir. Azərbaycan əsasən də 3 nöqtə var ki, 9 bal gücündə zəlzələ zonasıdır. Yerdə qalan ərazilərimiz 7, ondan aşağı zəlzələ zonalarına aid edilir. Azərbaycanda zəlzələ gücü 9 bal olan ərazilər Şamaxı ətrafı, Kiçik Qafqazda Gəncə zonası, Naxçıvanda Qapıcıq zirvəsinin ətrafıdır. Böyük Qafqazın cənubu xüsusilə Şamaxı zonası burada qeyd olunub. Kiçik Qafqazın Gəncə zonası və Naxçıvanda Qapıcıq zirvəsi ətrafı. Bundan başqa Kürəraz ovalığı, Qobustan-Abşeron yarımadası, Qusar Mahilə düzənliyi, Talış dağları, Lənkəran ovalığı və s. 7 ballıq zəlzələ zonasına daxildir. Və digər ərazilərimiz isə 6-7 bal və ondan aşağı zəlzələ zonasına aid edilir. Ən son zəlzələ Azərbaycanda 2012-ci ildə Zaqatala rayonu ərazisində 7 bal gücündə zəlzələ qeydə alınmışdır. Ən yüksək bal gücü olan zəlzələmiz 2012-ci ildə Zaqatalada baş vermişdir. Azərbaycan ərazisində yayılmış suxurlar burada qeyd olunub. Azərbaycanda alt paleozoydan başlayaraq Kaynazoya qədər olan bütün suxurlar yayılmışdır. Azərbaycanda paleozoyun alt və üst paleozoy yaşlı suxurları Azərbaycanda 2 yerdə yayılıb. Tovuz rayonunun Tovuz çay, Əslik çayı, həmçinin Naxçıvanın Dərəliyə silsiləsi və Sədərək qalxmasında müşahidə olunubdur. Yəni, burada Mezozoyun sonunda qeyd etmişdik ki, Ərəbistan tavası şimala doğru hərəkət edərək Avrasiya tavası ilə toqquşmuşdur. İlk növbədə suyun altından çıxan ərazilər Tovuz rayonunun Əslik çayı, Zəyim çayı və Naxçıvanın Dərəliyə silsiləsi Sədərək qalxmasıdır. Yəni, suyun altından ilk çıxan ərazilər bunlardır və bunların yaşı 400-450 milyon il götürülür. Paleozoy erasının kristallik şistləridir. Bundan sonra Mezozoy erası, biz bilirik ki, Mezozoyun dövrləri Trias, Yura və Tabaşir
olmaqla 3 yerə bölünür. Azərbaycanda Trias yaşlı suxurlar yalnızca Naxçıvanda Dərəliyəz silsiləsindədir. Yura və Tabaşir isə Böyük və Kiçik Qafqaz dağlarında geniş sahə tutur. Orta və yüksək dağlıq ərazilərdə, Böyük Qafqaz dağlarında yüksək dağlıqda Yura, orta dağlıqda Təbaşir qeydə alınır. Kiçik Qafqazda isə tərsinə. Orta dağlıqda Yura, yüksək dağlıqda Təbaşir dövrünün suxurları yayılmışdır. Qeyd etdiyim kimi Trias yaşlı suxurlar Azərbaycanda yalnız Naxçıvanda Dərəliyəz silsiləsində qeydə alınmışdır. Kaynozoy erası ən cavan yaşlı suxurlardır. Azərbaycan ərazisinin 5/4 hissəsini əhatə edir. Vaxtilə dəniz suları altında olmuş bütün ovalıq ərazilərdə, baxın, bütün ovalıq ərazilərdə 4-cü dövrün, alçaq dağlıq və dağətəyi ərazilərdə isə Neogen dövrünün suxurları geniş yayılmışdır. Baxın, bura diqqət edin, əsasda MİQ imtahanına hazırlaşanlar. Dəniz suları altında almış bütün ovalıq ərazilər 4-cü dövrün, alçaq dağlıq və dağətəyi ərazilərdə isə Neogen dövrünün suxurları geniş yayılmışdır. 4-cü dövrdə vulkanların püskürməsindən əmələ gəlmiş vulkan külləri və lavalar Qarabağ vulkanik yaylasında üstünlük təşkil edir. Püskürmədən sonra lavalar soyuyaraq çatlamış, iri daş parçalarından ibarət çınqıllıqlar yaranmışdır. Qarabağ vulkanik yaylasında olan sönmüş vulkan kraterlərinin ətrafında Kaynozoy yaşlı suxurlar formalaşır. Pəri çınqıllı, Ayı çınqıllı, Qırmızı dağ, Qızılqaya və s. Bunlar hamısı sönmüş vulkanlar adlanır. Naxçıvanın dağlıq ərazilərində və Talış dağlarında isə vulkanik suxurlar üstünlük təşkil edir. Aşağıda xəritədə biz buna bir daha baxacağıq. Azərbaycan ərazisində psevdovulkanlar adlanan palçıq vulkanları püskürür. Azərbaycan ərazisində fəal vulkan yoxdur. Yalnız palçıq vulkanları var. Və dünyada olan palçıq vulkanların yarısından çoxu Azərbaycan ərazisində yerləşir. Ən hündür vulkan Torağay vulkanı hesab olunur, 400 metr. Bundan başqa Şıx Zahirli, Axtarma Paşalı, Qalmaz, Keyrəki, Otman Bozdağ və s. Palçıq vulkanları əsasən çökmə suxurlarda 4-6 kilometr dərinliklərdə və neftli qazlı ərazilərdə formalaşır. Ancaq bu o demək deyil ki, dünyada bütün neft qaz çıxarılan ərazilərdə palçıq vulkanlarına rast gəlinir. Sadəcə aktiv geosignal ərazilərdə neftli qazlı sahələrdə palçıq vulkanlarına rast gəlinir. Bu vulkanlar, palçıq vulkanları püskürən zaman yer səthinə qaynar gil palçıq kütləsi çıxır. Bu adlanır salza. Salza soyuduqdan sonra brekçiyaya çevrilir. Ən çox burada da qeyd olunub neftli qazlı sahələrdə müşahidə edilir və bizim milli sərvətimizdir və palçıq vulkanlarını qorumaq üçün Azərbaycan ərazisində 15 avqust 2007-ci il tarixində Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu dövlət qoruğu yaradılıb. 52 palçıq vulkanına dövlət qoruğu statusu verilmişdir. Palçıq vulkanları əsasən, baxın, qeyd olunub, seismik ərazilərdə yayılıb. Son illər Abşeron yarımadasında palçıq vulkanlarının qorunması, müalicə xüsusiyyətləri, turizm baxımından təbliğ olunması üçün dövlət tərəfindən müəyyən tədbirlər görülür. Palçıq vulkanlarının palçığı əsəb sistemi, oynaq xəstəlikləri və dəri xəstəliklərinin müalicəsində istifadə olunur. Burada belə bir xəritə var. 10-cu sinif coğrafiya dərsliyindən götürülüb. Burada palçıq vulkanlarının növləri qeyd olunur. Baxın, əsasən Abşeron yarımadası, Qobustan Abşeron, Xəzərin şerf zonasında yayılıb palçıq vulkanları. Fəaliyyətdə olan, gömülmüş, 100 ildən artıq sakit vəziyyətdə olan adalar yaradan və sualtı vulkanlar qrupuna bölünür. Ölkəmizdə Qarabağ vulkanik yaylasında Qızılboğaz və Dəlidağ belə vulkanlardandır. Baxın, burada yuxarıdakı hissənin davamıdır. Burada digər vulkanlardan söhbət edir. Magma axıdan vulkanlardan söhbət edir. Burada bu maraqlıdır bölməsində yenə qeyd olunub. Dünyada olan palçıq vulkanlarının 400-ə qədəri Azərbaycandadır. Palçıq vulkanları püskürən zaman səthə su buxarı, qazlar və su neft qarışığı, qaynar, sıyıq palçıq kütləsi çıxır. Dünyanın ən çox palçıq vulkanlarından biri olan, ən böyük palçıq vulkanlarından biri olan Torağay Azərbaycandadır. Yuxarıda da qeyd etmişdim, hündürlüyü 400 metrdir.
Azərbaycanda çoxlu termal və ya isti bulaqlar vardır. Onlarda suyun temperaturu 37 dərəcədən çox olur və tərkibi minerallarla zəngindir. Bəzi bulaqlarda su yer səthinə qaynayaraq çıxır. Termal bulaqlar əsasən dağlıq ərazilərdə yerləşir Azərbaycan ərazisində. Ən məşhuru da Kəlbəcər rayonunun ərazisində isti sudur. Burada isti suyun tərkibi Çexiyadakı məşhur Karlovy Vary mineral suyu ilə oxşarlığı qeyd olunur. Burada cədvəl şəklində yenə qeyd olunub. Baxın, alt paleozoy yaşlı suxurlar Zəyəm çay, Əslik çay, yəni ən qədimi budur. Sonra üst paleozoy Sədərək, Dərəlyaz silsiləsi, Sədərək qalxması Dərəlyaz silsiləsi. Trias baxın qeyd olunub yalnızca Dərəlyaz silsiləsində. Mezozoyun Trias yaşlı Naxçıvandadır yalnız. Yura və Təbaşir Böyük və Kiçik Qafqazın orta və yüksək dağlığı. Paleogen Talış dağları, Zəngəzur silsiləsi, Böyük Qafqazın cənub-şərqi, bir də Şahdağ silsiləsi qeyd olunub. Neogen yaşlı suxurlar Ceyrançöl Acınohur, Qusar Mailli düzənliyi, Qobustan Abşeron yarımadası. Antropogen bütün ovalıq ərazilər yuxarıda da qeyd etmişdik. Küraraz ovalığı, Qanıqəyri çay vadisi, Abşeron yarımadası, Samurdəvəçi ovalığı, Lənkəran ovalığı, Araz boyu düzənliklər və Qarabağ vulkanik yaylası. Bu ərazilərdə Azərbaycanın ən cavan yaşlı suxurlar yayılıb antropogen və yaxud da 4-cü dövr yaşlı. Burada geoloji xəritəsində Azərbaycanın yenidən baxaq. Baxın, Azərbaycanda ən qədim yaşlı suxurlar Tovuz rayonunun Tovuz çayı Əslik çayındadır. Yəni bu hissədə bu alt paleozoy yaşlıdır. Üst paleozoy yaşlı suxurlar isə Sədərək qalxması Dərəlyaz silsiləsində qeydə alınır. Sonra Mezozoyun Trias yaşlı suxurları yuxarıda da qeyd etmişdim. Azərbaycanda yeganə yer. Baxın burada 10-cu sinif coğrafiya kitabında da baxa bilərsiniz. Trias yalnızca Naxçıvanda Dərəlyaz silsiləsində qeydə alınıb. Yura ilə Təbaşir isə Böyük və Kiçik Qafqaz dağlarının orta və yüksək dağlıq ərazilərində qeydə alınıb. Azərbaycanın baxın burada xəritənin sağ yuxarı hissəsində Yura J hərfi ilə, Təbaşir isə T hərfi ilə qeydə alınıb. K hərfi ilə üzürlü sayın burada qeydə alınıb. Və baxdıqda görürük ki, Böyük Qafqazın yüksək dağlığı Yuradır. Orta dağlığı Təbaşirdir. Xəzər sahillərinə qədər uzanır Təbaşir yaşlı suxurlar Azərbaycanda. Kiçik Qafqazda isə tərsinə orta dağlıq Yuradır. Ondan yüksəkdə Təbaşir yaşlı suxurlar qeydə alınıb. Azərbaycanda belə bir sual qarşınıza çıxsa ki, Xəzər sahillərində yalnız Kaynazoy yaşlı, əsasən antropogen suxurlar yayılıb, bu anlayış səhvdir. Baxın, bu hissədə, gördüyünüz kimi, baxın, bu hissədə Azərbaycanın Təbaşir yaşlı suxurlar da Xəzər sahillərində, yəni Mezozoy yaşlı suxurlar da Xəzər sahillərində qeydə alınmışdır. Bundan başqa Azərbaycanda yaxınlaşdırıb baxsaq, Xəzər sahillərində Neogen yaşlı suxurlar da geniş burada bir qədər yayılıb. Siyacən rayonunun ərazisinə düşür. Bundan başqa Azərbaycanda Kaynazoy yaşlı suxurlar qeyd etmişdik ki, əsasən 5də 4 hissəsini əhatə edir. Paleogen, neogen, antropogen yaşlı suxurlara baxaq hardadır. Paleogen yaşlı suxurlar Naxçıvanın dağlıq hissələrində, baxın burada geniş yayılıb. Talış dağlarında, həmçinin Böyük Qafqazın cənub-şərq hissəsində, baxın burada bu hissələrdə yayılmışdır. Bundan başqa baxın burada Şahdağ silsiləsi. Burada yaxınlaşdırıb baxsaq, Şahdağ silsiləsində də Kiçik Qafqaz dağlarında paleogen yaşlı suxurlar yayılmışdır. Neogen yaşlı suxurlar Azərbaycanda Ceyrançöl Acınohur düzü, Qusar Mailli düzənliyi, baxın burada, Böyük Qafqazın cənub-şərqi, baxın bu hissələrdə
Neogen yaşlı süxurlar yayılmışdır. Həmçinin Cəlilabad rayonunun ərazisində, baxın burada qırmızı dairəyə aldım, burada qeyd olunur. Qarabağ vulkanik yaylasında neogen yaşlı süxurlar yayılıb. Naxçıvanın Arazboyu düzənliklərində də neogen yaşlı süxurlar yayılmışdır. Baxın burada N hərfi ilə qeydə alınıb. Azərbaycanın bütün ovalıq ərazilərində yuxarıda qeyd etmişdik, antropogen yaşlı süxurlar yayılıb. Baxın burada bu hissələr hamısı antropogen yaşlı süxurlardır. Baxın burada cənubda Astara rayonunun ərazisinə qədər Xəzər sahillərini tamamilə əhatə edir. Həmçinin Qobustan Abşeron yarımadasında Qusar mayili düzənliyinin aşağı hissələri və Samurdəvəçi ovalığı Şollar düzündə baxın qeydə alınıb antropogen və yaxud da 4-cü dövr yaşlı süxurlar. Bundan başqa Azərbaycanda süxur inversiyası anlayışı var. Nədir süxur inversiyası? Yüksəkliyə doğru süxurun yaşının artması yox, tərsinə azalması müşahidə olunur. Bu hardadır? Azərbaycanda Kiçik Qafqaz dağlarında. Küraraz ovalığından Qarabağ vulkanik yaylasına doğru getdikcə süxurların yaşı artmır, tərsinə azalır. Yəni belə bir ox çəksək, baxın Küraraz ovalığından Qarabağ vulkanik yaylasına doğru belə bir ox çəksək, əvvəlcə gəlir Kaynazoyun 4-cü dövrün süxurları, sonra Yura, Təbaşir, Qarabağ vulkanik yaylasında isə yenidən Kaynazoyun 4-cü dövr yaşlı süxurları qeydə alınır. Bu da bu hissədə vulkanik püskürmələr zamanı yerin altından cavan yaşlı süxurların səthə çıxması ilə əlaqədardır. Və bu dediyim kimi süxur inversiyası Azərbaycanda Kiçik Qafqaz dağlarında müşahidə olunur. Yəni yüksəkliyə doğru süxurun yaşının artması yox, tərsinə azalması müşahidə olunur. Azərbaycan Respublikasının tektonik zonalarına baxaq. Azərbaycan burada oxlarla göstərilib Ərəbistan litosfer tavasının şimala doğru hərəkət edərək toqquşması nəticəsində Azərbaycanda 5 tektonik zona formalaşır. Bu xəritəni yaxınlaşdırıb biz baxsaq, baxın burada 1 rəqəmi ilə yazılan hissədə Ön Qafqaz çökməsi, 2 rəqəmi Böyük Qafqaz qalxması, 3 Kürdağarası çökəkliyi, 4 rəqəmi ilə baxın burada 4 Naxçıvanda, həmçinin Talış dağları da burada qeyd olunub 4 rəqəmi ilə. Bunlar hər biri Kiçik Qafqaz tektonik qalxmasına aiddir. 5 rəqəmi isə Araz əyilmə zonası qeyd olunur. Və Azərbaycan Respublikasının ərazisi 5 tektonik zonaya ayrılır. Qeyd etdiyim kimi, baxaq görək hansı tektonik zonada hansı relyef vahidləri yayılmışdır. Ön Qafqaz əyilmə zonasında Samurdəvəçi ovalığı, Qusar mayili düzənliyinin bir hissəsi və Şollar düzü aid edilir. Böyük Qafqaz qalxması, Böyük Qafqazın cənub və şimal-şərq yamacı, Abşeron, Qobustan və Qusar mayili düzənliyinin əsas hissəsi aiddir. Kürdağarası çökəkliyi zonasına Qanıqəyri-Çay çökəkliyi, Acınohur, Ceyrançol alçaq dağlığı, Lənkəran və Küraraz ovalığı aiddir. Həmçinin baxın burada aşağı Araz boyu düzənliklər də Gəyən İncə Hərami düzləri, Lənkəran ovalığı, Qanıqəyri-Çay vadisi, bunlar hamısı Kürdağarası çökəkliyi vilayətinə daxildir. Kiçik Qafqaz tektonik qalxma zonasına Kiçik Qafqaz dağlarını, o cümlədən Naxçıvanın dağlıq hissəsini, yəni Zəngəzur və Dərəliyə silsiləsini və Talış dağlarını əhatə edir. Orta Araz əyilməsindən Naxçıvanın Araz boylu mayili düzənlikləri əksəriyyəti daxildir. Naxçıvanın Araz boyu düzənliklərində qərbdən şərqə gəlsək, Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı, Ordubad düzləri yerləşir. Burada yuxarıda da mən onların adını qeyd etmişdim. Burada Sədərək, Şərur, Böyükdüz, birdən Naxçıvan, Araz əyilmə zonasına daxildir. Gülüstan, Yayçı, Ordubad isə Gülüstan, Yayçı, Ordubad buradan göstərim, baxın. Bu 4 rəqəmi ilə yazılan hissəyə düşür. Yəni Kiçik Qafqaz tektonik qalxmasına aid edilir. Gülüstan, Yayçı, Ordubad.
Yəni Naxçıvanın Araz boyu düzənliklərinin hamısı Orta Araz əyilməsinə düşmür. Gülüstan yayçı Ordubad düzləri Kiçik Qafqaz tektonik qalxmasına aid edilir. Həmçinin Talış dağları, Peşkəsər, Burovar silsilələri də Kiçik Qafqaz tektonik qalxmasına aid edilir tektonik zona olaraq. Burada belə bir 3 dənə xəritə var. Burada da geoloji süxurlarla bağlı bir xəritədir. 9-cu sinif coğrafiya kitabından götürülüb. Azərbaycan ərazisi 400-450 milyon il əvvəl, baxın, yaxınlaşdırıb baxsaq, gördüyünüz bu vəziyyətdə olub. Yalnızca 2 ərazi, Tovuz çayın Əslik çayı, bir də Sədərək qalxması Dərəliyə silsiləsidir. Sonra 130-250 milyon il əvvəl Azərbaycanın indiki ərazisində Tetis okean suları ilə əhatə olunmuşdur. Burada görürsünüz Böyük və Kiçik Qafqaz dağlarının yerində hündürü olmayan adalar. Həmçinin Naxçıvanda Dərəliyə Zəngəzur silsilələri suyun üstünə çıxıb. 1.5-1.8 milyon il əvvəl isə hazırda mövcud olan düzənliklər üzə çıxıb, dağların mütləq hündürlüyü isə artmışdır və sonunda bu vəziyyətə gəlib çıxıb. 1.5-1.8 milyon il əvvəl. Azərbaycan Respublikasının faydalı qazıntıları Azərbaycanda filiz, qeyri-filiz və yanar faydalı qazıntılar yayılmışdır. Azərbaycanda yanar faydalı qazıntılardan yalnızca neft, qaz və yanar şist yataqları mövcuddur. Burada neft və qazın quruda və suda olan yataqları qeyd olunub. Həm quruda, həm də suda bizdə neft və qaz yataqları mövcuddur. Quruda olan əsas qaz yataqlarımız Qaradağ, Qobustan, Gürgan, Zirə yataqlarıdır. Dənizdə olan əsas qaz yataqlarımız Şahdəniz, Ümid, Abşeron yataqlarıdır. Quruda əsas yataqlarımız, neft yataqlarımızdan söhbət gedir. Bibi Heybət, Pirallahı, Yasamal, Mollakənd, Muradxanlı, Qaraçala, Siyəzən. Bunlar quruda olan əsas neft yataqlarımızdır. Dənizdə olan neft yataqlarımız isə Azəri, Çıraq, Günəşli, Danulduzu, İnam, Oğuz, Əşrəfi və s. Azərbaycanda olan neft yataqlarının böyük əksəriyyəti Kaynazoy yaşlıdır. Yalnızca 2 dənə neft yatağı Kürdəmir rayonunun ərazisində. Baxın, burada qeyd olunub Kürdəmirdə Mollakənd, Muradxanlı isə İmişli rayon ərazisində Mezozoy yaşlı neft yataqlarımızdır. Qaraçala yataqlığı Salyan rayonunun ərazisində yerləşir. Azərbaycanda yanar şist yataqları İsmayıllı, Qobustan, həmçinin Quba rayonunun ərazisində yerləşir. Burada qeyri-filiz yataqlarımız bu cədvəldə qeyd olunub. Azərbaycanda filizlərdən dəmir, alünit, civə, mis molibden, qızıl, xromit, mis, polimetal filizləri yayılıb. Dəmir filiz yataqları Azərbaycanda əsasən Daşkəsən rayonunun ərazisində yayılıb. Azərbaycan Uralı da adlandırılır. Qafqazın Uralı, Hamançay, Dəmiroğlu, Daşkəsən yataqlarında. Alünit ehtiyatlarına görə Azərbaycan dünyada Çindən sonra 2-ci, Avropada 1-ci yerdə yerləşir. Zəylik alünit yatağı, o da Daşkəsən rayonunun ərazisində yerləşir. Civə yataqları əsasən Kəlbəcər və Laçın rayonları ərazisindədir. Ağyataq, Şorbulaq, Levçay, Kəlbəcərdə, Gilgəzçay, Narcanlı, Laçın rayonunun ərazisində yerləşir. Mis molibden yatağı Parağaçay, Diyaqçay, Ordubad rayon ərazisində yerləşir. Qızıl yataqlarımız 3 rayonda var. Kəlbəcər, Gədəbəy, Zəngilan. Kəlbəcərdə Zod, Qızılbulaq, Qoşa, Gədəbəydə, Vejnəli isə Zəngilan rayonunun ərazisində yerləşir. Xromit yataqları Kəlbəcər, Laçın rayon ərazilərində yerləşir. Göydərə, Kəlbəcərdə, İpək, Laçında. Mis yataqları Gədəbəydə yerləşir. Qaradağ, mis yatağında. Polimetal filiz yataqları Azərbaycanda 3 rayon ərazisindədir. Filizçay, Katexçay, Kastağ, Mazınçay, Balakən, Zaqatalada. Gümüşlü, Şərur rayonunun ərazisində. Mehmanə artıq Kəlbəcərdə yox, Ağdərə rayonunun ərazisinə düşür. Çünki Kəlbəcərdən ayırdılar Ağdərə rayonunu və Mehmanə polimetal filiz yatağı da yerləşir Ağdərə rayonunun ərazisində. Qeyri-filiz faydalı qazıntılarda nəyə diqqət olunmalıdır? İstifadəsi, yəni harda istifadə olunur, yatağın adı və yerləşdiyi ərazi
qeyd olunmalıdır. Daşduz yatağı Nehrəm, Duzdağ, Naxçıvan rayon ərazisindədir. Kimya sənayesində istifadə olunur. Kükürd yatağı Kiçik Qafqazda yerləşir. Kimya sənayesində. Çökmə duz, Şor sulu göllər Abşeron rayonunun ərazisində kimya sənayesində istifadə olunur. Barit, Çovdar, Başqışlaq yataqları Çovdar, Gədəbəydə, Başqışlaq, Daşkəsən rayonunun ərazisində dərin neft quyularının qazılmasında istifadə olunur. Bentonit gili Qazax rayonunun Daşsalahlı yatağında qeydə alınır. O da davamlıdır. Qəlib kimi metal tökmədə işlədilir. Seolit gili Tovuz rayonunda Ağdağ yatağında çıxarılır. Kənd təsərrüfatı və kimya sənayesində istifadə olunur. Mərmər, Daşkəsən, Şərur, Quba, həmçinin Ağdam rayonunun Gülablı kəndində yayılıb tikinti sənayesində istifadə olunur. Travertin Şahtaxtı yatağı Naxçıvanda, bir də Kəlbəcərdə yayılıb tikintidə istifadə olunur. Gips, Ağcakənd, Goranboy rayonunun ərazisində yayılıb tikintidə istifadə olunur. Kvars qumları Hacıvəli, Hökməli, Abşeron rayonunda yayılıb şüşə istehsalında istifadə olunur. Dünyada yeganə yanmayan neft Naftalan rayonunun ərazisində yayılır. Təbabətdə müalicə üçün istifadə olunur. Bundan başqa perlit yatağının adı qeyd olunur. Burada Kəlbəcərdə kənd təsərrüfatı və kimya sənayesində istifadə olunur. Baxın, burada əlavə olaraq Kəlbəcərdə də mis yatağı Azərbaycanda mövcuddur. Burada qeyd olunur. Mərmər yataqları Qubada Çəhrayı mərmər, Daşkəsəndə Ağ mərmər, Şərurda Qara mərmər. Baxın, Ağdamın Gülablı kəndində də mərmər yatağı yerləşir. Çovdar Daşkəsəndə Başqışlaq Gədəbəy rayonunun ərazisində yerləşir. Və bunlar hər ikisi barit yatağıdır. Toğanalı və Çıraqdərə Göygöldə yerləşən kükürd yataqlarıdır. Azərbaycanda olan mineral sular burada qeyd olunur. Şıx Suraxanı Abşeron rayonunun ərazisi, Bayxır, Sirab, Badamlı, Darıdağ Naxçıvanda yerləşir. Bunları ayırsaq, Bayxır, Sirab yerləşir Babək rayonunun ərazisində, Badamlı Şahbuzda, Darıdağ isə Culfada yerləşir. Turşsu Şırlan Şuşada, İstisu Kəlbəcərdə, Xaltan Cimi Xaşı Qubada, Qalaaltı Şabranda, İlisu Qaxda, Meşəsu Qotursu Donuzutən, İstisu Lənkəranda, Masallıda, Bədo İsmayıllıda, Minkənd Laçın rayonunun ərazisində yerləşir. Burada aşağıda da bəziləri əlavə qeyd olunub. Baxın, Bum Qəbələdə, Oğuzda Xalxal, Çuxuryurt Şamaxı, İsa bulağı Şuşada, Tutqun Kəlbəcərdə, Aşağı Ağkörpü Astara rayonunun ərazisi, Laçında Minkənd burada yazılıb. Yuxarıda da qeyd etmişdik. Slavyanka və Narzan Gədəbəy rayonunun ərazisində, Meşəsu Lənkəranda, İstisu Qotursu Donuzutən və Ərkivan Masallıda, Sirab Bayxır Babəkdə, Badamlıda Şahbuz, Darıdağ Culfa rayonunun ərazisində yerləşir. Burada şərti işarələrlə göstərilib faydalı, qeyri-filiz faydalı qazıntılar və yatağın adı hansı rayonda yerləşir və yerləşdiyi tektonik zona qeyd olunub. Baxın, yanmayan neft Naftalan rayon ərazisi Kürçökəkliyi, mərmər Quba rayon ərazisi Böyük Qafqaz, perlit Kəlbəcər rayonunda Kiçik Qafqaz, xörək duzu Naxçıvanda Kiçik Qafqaz, kvars qumları Abşeron Böyük Qafqaz qalxması, polimetal Balakən rayonu. Baxın, burada Böyük Qafqaz ərazisində Böyük Qafqaz tektonik qalxmasında filiz faydalı qazıntılar yayılmamışdır anlayışı yanlışdır. Balakən rayonunun ərazisində həmçinin Zaqatalada polimetal filiz yataqları yayıldığına görə Böyük Qafqaz tektonik qalxmasında filiz faydalı qazıntılara rast gəlinir. Burada Civə Laçında Kiçik Qafqazdadır. Seolit Tovuz rayonunda Kiçik Qafqazda, Bentonit gili Daşsalahlı Kiçik Qafqaz, Qızıl yatağı Zəngilanda Kiçik Qafqaz zonasında yerləşir.